Cəlilabad rayonunda Aqrar Biznes Festivalı keçirilib. Tədbir Aqrar İnnovasiya Mərkəzi, Peşə Təhsili üzrə Dövlət Agentliyi, Dövlət Məşğulluq Agentliyi və Cəlilabad rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. Məqsəd aqrar sahədə fəaliyyət göstərən fermer, sahibkar, startapçılar və dövlət qurumlarını bir araya gətirmək, innovativ yanaşmaların tətbiqini təşviq etmək, eləcə də aqrar biznes imkanlarını təqdim etməkdir. Həm Novruz bayramı, həm festival hava-havası burada demək olar ki, bayram bayrama qarışıb. Həm dövlət qurumları, həm də aqrar sahədə fəaliyyət göstərən şirkətlər öz stendlərini qurublar və xidmətlərini təqdim edirlər. Festivalın açılışında Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov, Elm və Təhsil naziri Emin Əmrullayev, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anar Əliyev və Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov çıxış ediblər. Aqrar sahədə innovasiyaların tətbiqinin, peşə təhsilinin inkişafının və məşğulluq imkanlarının genişləndirilməsinin əhəmiyyəti vurğulanıb. Aqrar sahədə həyata keçirilən sistemli islahatlar, fermer və sahibkarlığa göstərilən dövlət dəstəyi, eləcə də müasir texnologiyaların tətbiqi, kənd təsərrüfatının dayanıqlı inkişafına ildən ilə mühüm töhfə verir. Bugün kənd təsərrüfatı yalnız istehsal sahəsi kimi deyil, həm də innovasiya, texnologiya və sahibkarlığın qovuşduğu strateji iqtisadi istiqamətlərdən birinə artıq çevrilmişdir. Son illər ərzində biz sonuncu ildə 27 min insan peşə təhsilində təhsil almağa başlayıb. Bu əvvəlki illərlə müqayisədə son 5 ildə təxminən 40% artımdır, amma biz 10 il 15 ilə baxsaq 2 dəfədən daha çox insan peşə təhsili alır. Son illərdə çox iş bu istiqamətdə görünür. Təbii ki, həmkarlarımız tərəfindən də bu işə xüsusi diqqət artırılır. Bu festival yəqin ki, bunun sözdə yox, əməldə olan nümunəsidir. Bizim digər vacib dəyişikliklərimizdən biri də ondan ibarətdir ki, peşə təhsili məzunları artıq imtahan vermədən yüksək peşə ixtisasını bitirdikdən sonra avtomatik olaraq ali təhsil almaq imkanı da əldə edirlər. Kənd təsərrüfatı sahəsində çalışan şəxslərin peşə bilik və bacarıqlarının artırılması, habelə işsiz və iş axtaran şəxslərin aqrar istiqamət üzrə yeni peşə səriştələrinə yiyələnməsi məqsədi ilə Nazirlik tərəfindən hazırda 30-dan çox peşə hazırlığı kursu təşkil olunur. Aqrar sahəyə aid 128 peşə və kvalifikasiya standartı ötən müddət ərzində hazırlanmışdır. Bu standartlar beynəlxalq əmək bazarının tələblərinə uyğun işçi qüvvəsinin hazırlanmasına və bacarıqların artırılmasına, habelə işə götürənlər üçün ixtisaslı işçi qüvvəsinin seçiminə xidmət edir. Eyni zamanda son 5 il ərzində işsiz və iş axtaran şəxslərin özünə məşğul təşkili proqramı üzrə iştirakçıların 65%-i məhz aqrar sahənin payına düşmüşdür. Rəsmi hissədən sonra aqrar biznes festivallarında fəal iştirakına və tədbirin təşkilində göstərdikləri dəstəyə görə bir sıra qurum və təşkilatların nümayəndələrinə təşəkkürnamələr təqdim olunub. Festivalın sərgi bölməsində Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumları, Dövlət Məşğulluq Agentliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən ondan artıq peşə təhsili mərkəzi, eləcə də aqrar sahədə fəaliyyət göstərən müxtəlif şirkətlər öz xidmət və məhsullarını nümayiş etdiriblər. Aqrar startapçılar innovativ layihə və həllərini təqdim ediblər. Festival çərçivəsində rəsmilər Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzində təşkil olunan Bootcamp proqramının iştirakçıları ilə görüşüblər. Gənclərin hazırladıkları layihələr və aqrar sahədə innovativ texnologiyaların tətbiqi imkanları ilə tanış olublar.